Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığına əsasən Yaxın Şərqdə müharibə vəziyyəti ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərində qalmış vətəndaşlarımızın ölkəyə təxliyəsi davam edir. Bu çərçivədə regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muscat şəhərindən Bakıya təxliyə reysi həyata keçirilib. Belə ki, Azalın Muscat-Bakı marşrutu üzrə hərəkət edən Boeing 787 Dreamliner təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Qeyd edək ki, reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşı təhlükəsiz şəkildə ölkəyə qayıdıb. Biz Əbu-Dabi şəhərindən gəlmişik. Birinci növbədə cənab İlham Əliyevə öz minnətdarlığımızı bildiririk və Əbu-Dabidə olan səfirliyinə, Dubayda konsulluğuna, sonra Azala, hər kəsin kimin ki əziyyəti və bunu hamısını təşkil edən və sizə deyim çox səviyyəli, hər şey qəşəng idi. Mən orada çalışıram, mama ilə gəldim, mamanı gətirdim. Bütün zəhməti çəkən, əziyyətini çəkən bizi bu 10 gündə yüksək səviyyədə Dubayda, yəni bizi hər bir şəraiti ilə təmin edən, əziyyətimizi çəkən hər kəsə dərin təşəkkürümü bildirirəm. Şəxsən öz adımdan, bütün turistlər, yəni bu vətəndaşlarımız adından. Orada müharibədir, yollar kəsilibdir. Çıxmaq olmurdu. Amma ki, bu uzaq yolu möhtərəm prezidentimizin göstərişi ilə təcili surətdə, yüksək səviyyədə, çox yüksək səviyyədə qayğımızı çəkib, gətirib bizi Bakıya çıxartdılar. Qeyd edilən reyslə gələnlərin 195 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər Türkiyə vətəndaşı və 2 nəfər isə Azərbaycanda yaşayan icazəsi olan xarici ölkə vətəndaşlarıdır. Nuray Qədirli, Əskər İbrahimli, APA TV.